Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bir maraqlı mövzu daha. Kişi xanıma pul xərcləməlidirmi? Baxın, məsələ burasındadır ki, işin bu qismi var. Xərcləməlidirmi? Malı məli. Hökmən xərcləməlidir. Xərcləməyə məcburdur. Xərcləməyə zəruridir. Mütləq xərcləməlidir, icbaridir. Yəni, bu kimi məsələlər qadın tərəfindən tələb kimi qoyulursa, artıq qadın o kişini istismar edir. Deməli, bu münasibət çıxara dayalı bir münasibətdir. Amma bir də var ki, kişinin xanımına pul xərcləməsi arzu və istəkdən qaynaqlanır. Yəni, xanımı zaten sevir, xanım onun üçün çox dəyərlidir, həyatının mərkəzindədir. Heç xanımın deməyə ehtiyacı yoxdur. Kişi imkan daxilində zaten xanımı tək qoymayacaq, onun ehtiyaclarını ödəyəcək. İstər deyək ki, xəstələnəndə, bir problemi çıxanda, istər yeni hədiyyə almağa, istər yeni yerlərə gəzməyə getməyə. Yəni, bu kişinin centlmenliyidir. Kişi zaten bunu ürəkdən edəcək. Burada bunu səhv salmaq lazım deyil. Əgər kişi üçün pul xərcləmək bir məcburiyyət halına çevrilirsə, bir təzyiq halına çevrilirsə, bu cür pul xərcləmək doğru deyildir. Bu cür xanımlara yatırım etmək olmaz. Çünki sizə bir çıxar kimi baxan xanım sizdən daha yaxşısını gördüyü andan etibarən heç bir şey olmadığı kimi başqasına yönələcək. Və sizin etdikləriniz onun gözündə bir anda sıfırlanacaq. Heç buna peşman da olmayacaq. Diqqətinizə görə minnətdaram. Sağ olun.